ana satranççısı var. Biz bunun üstündə Aleksandr Alyoshin və Botvinnikə qarşı oyuna baxacağıq. Bu oyunda Aleksandr və Botvinnik bir-birinə qarşı oynayanda heç etmişlər. Və AV məlumatlarında altda yazılan kimi ağ Alyoshin idi, qara Botvinnik idi. 1936-cı ildə oynanılıb. Oynadıqları yer isə Nottinghamda oynanılıb. Nəticə isə heç idi. Gəlin indi isə oyuna baxaq. C4 C5 C4 C4 CD-yə atılır, atılır. Burada F3 oynayıb. Birincisi bu növbət keçişdə vəzir dəyişir, uzun qala qurma oynaya bilər. At6, F3, F4 qala qurma. Burada ağlar, yəni Alyoshin piyadaların şah cinahının şah tərəfə hücum etmək istəyir. D5, F5, D5-ə biz onu burada hücum edəndə buna F5 oynayır. Dəyişsəydilər top F1 və şahın qaçıb D2-yə də qaça bilər. Yalançı qala qurma kimi topun D1-ə qoyub şahın yerinə C1-ə də qoya bilər. Bu yalançı qala qurma kimi olacaq. Buna görə də qaralar fili geri gətirib 7-yə at B4. Orada at D5-ə hücum edir. Həm də 2 at və 1 vəzir hücum edir. Ancaq burada at və vəzir qoruyur. D6 burada ağlı piyadanı qorumayan yana piyadanın qabağa çəkir. Vəzir D6 hücum. Biz isə 5-ə burada ata bir hücum var idi. Ancaq qaralar atı itirmək istəmədiyinə görə vəzir F4-ə gəlib B4-dəki atını qoruyur. Top istəyir. Vəzir burada ağlar vəziri qorulanda vəzir qaçanlar B4-dəki at gedirdi və ağlar B4-dəki vəziri götürür. At C4, vəzir C3. Vəzir C3 burada həm şah hücum, həm də ki şahın yekü oynasa C4 gedir. Bir burada şah verir və bundan sonra güclü təkrarlanır və 3 qat təkrar və keçici olur. Bu da Botvinniklə Alyoshin bir-birinə qarşı oynadığında keçici oyunumuz idi. Bu da oyunun sonu. Sağ olun, görüşürüz.